Hər vaxtınız xeyir olsun izləyicilərimizi və Kiyev studiyasından ehtiyatı olan polkovnik jurnalist Elxan bəy Nuriyevə salamlayırıq. Hər vaxtınız xeyir olsun Elxan bəy və təşəkkür edirəm yayıma qatıldığınız üçün. Bu həm də Voice for You kanalında bu canlı yayım yayımlanmaqdadır. İlk sualım əlbəttə ki İstanbul danışıqları ilə bağlıdır. Beləliklə İstanbul danışıqları başa çatdı və Prezident Zelenskinin vermiş olduğu məlumata əsasən yeni əsir mübadiləsi olacaq. Eyni zamanda Putin, Zelenski ehtimal edilən görüşü haqqında danışıqlar yenidən getməkdədir. Amma siz necə dəyərləndirərdiniz bu danışıqların, İstanbul danışıqlarının konkret nəticəsi oldu mu? Təşəkkür edirəm Sevinç xanım, salamlayıram və dəvətə görə də təşəkkür edirəm. Təbii ki, danışıqlardan xüsusi nəsə gözləmək yersiz idi ki, elə bu gün nəsə dəyişəcək. Bəli, demək 25 yaşına qədər olan xəstələri və əsirləri, girovları dəyişdirəcəklər. Bunlar öz yerində. Bundan əlavə Ukrayna tərəf həm də Türkiyə kommunikator və moderator olaraq Ukraynanın memorandumunu əsas olaraq götürmüşdü. Amma Rusiya tərəf bilərəkdən bugün yenə də möhkəm iddia edib ki, Amerikalılar zalda olmamalıdırlar. Görüşün vaxtı dəyişdirildi, səhər, yəni günün birinci hissəsi olmalı idi. Keçirildi günorta saat yerli vaxtla, İstanbul vaxtı ilə saat 14:30-a təxminən. Və o zamana qədər Ukrayna nümayəndə heyətinin sədri, müdafiə nazirimiz Rüstəm Umerov və BEVS, yəni prezident ofisinin məsləhətçisi İtaliyanın, Almaniyanın və Böyük Britaniyanın nümayəndələri ilə görüşdülər. Və Ukrayna tərəf bütün məsələləri razılaşdırdı. O cümlədən Ukrayna tərəfinin istəyi ilə Ukraynanın memorandumu Türkiyə tərəfdən kommunikator olaraq əsas sənəd kimi təklif edildi. Təbii ki, Rusiya tərəf də öz sənədini təqdim etdi. Tərəflər nə əl sıxmadılar, nəsə bir belə xüsusi bir söhbət eləmədilər. Çox quru bir söhbət keçdi, yəni bu da gözlənilən idi. Və iyunun 20-si 30-u arası Ukrayna tərəf təklif etdi ki, prezidentlər görüşsünlər. Çünki prezidentlərsiz, yəni aydındır da, yəni Rusiya tərəfin prezidenti olmadan nəyisə dəyişmək mümkün deyil. Rusiya tərəfin o səlahiyyəti olmayan qrupun nəyisə etmək hüququ yoxdur. Bu gün ora göndərilən yəni Putinin köməkçisi Vladimir Medinski, o Yazıçılar Birliyinin sədridir. O heç bir halda hər hansı bir siyasi qərar vermək gücündə deyil. Beləliklə memorandumları dəyişdilər. Sonda Rusiya tərəfi öz memorandumu verdi. Aydındır ki, Rusiyanın memorandumu yenə əvvəl kimi hədələrlə və qeyri-qanuni istəklərlə, o cümlədən beynəlxalq hüququ pozan, BMT nizamnaməsini pozan, bütün belə deyək, normal həyat üçün lazım olan məsələlərin hamısını pozan istəklərdən ibarətdir. Ona görə müəyyən mənada görünür Türkiyə diplomatiyası, türk diplomatiyası mən hətta belə deyərdim, belə quraşdırdı ki, quruluşçu rejissor Türkiyə idi, belə deyək. Sonda onlar təqdim etdilər ki, belə bir bilirsiniz, pozuluşma olmasın. Yəni doğrudan da imitasiya getsin ki, imitasiya olsun ki, danışıqlar davam edir. Güya bu danışıqlar nəsə verdi, danışıqların verdiyi də dediyimiz kimi ondan ibarət oldu ki, 25 yaşına qədər ağır xəstə olanlar, belə yazılıb sənəddə, və girovlar, əsirlər dəyişdirilməlidir. Və bir də iyunun 20-si 30-u arası Ukrayna tərəf, yəni bu mənada onlar üçün haçan uyğun və qəbul edilən zamandırsa, dövlət başçılarının görüşü. Mən buna da inanmıram, çünki Putin Zelenski ilə görüşdən qaçır, o cümlədən də dünya ictimaiyyətinin gözü qarşısında qaçır. Beləliklə... Yəni, mən o hissədə dayanmaq istərdim, Elxan bəy. Faktiki olaraq Rusiyanın özə təqdim etdiyi memorandumda bu qeyd olunub ki, Zelenski ilə Putin arasında görüş müzakirə olunubdur. Yəni, belə bir təəssürat yaranırmı ki, faktiki olaraq hər iki tərəfə sanki bu təəssüratı vermək də vacibdir ki, biz Ağ evin nümayəndəsi ilə, yəni Vaşinqtonla bir masada olmaq istəyirik. Yəni, məndə belə bir təəssürat yaranır ki, bu Ukraynaya da əl verir ki, Vaşinqtonu özündən uzaqlaşdırmamaq üçün. Yəni, faktiki belə deyək də, danışdıq ki, danışacaq. Bax, belə. Təbii, aydındır ki, ancaq elə onun üçündür bu danışıqlar. Dediyim kimi imitasiya xarakter. Ümumiyyətcə, bu
danışıqların bir sifarişçisi, bir tamaşaçısı, bir quruluşçu rejissoru var. Onun da adı Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti Donald Trump'dır. Bu danışıqlar ümumiyyətcə niyə baş tutur? Bu sual ətrafında əgər biz müzakirələr aparsaq, ona görə ki, Rusiyaya məsələn nələr sərf edir, Ukraynaya nə üçün danışıqlara gedir? Ukraynada məsələ aydındır. Ukrayna tərəfi istəmir ki, onun mülki insanlarının başına bombalar yağdırılsın, işğalçı çəkilsin, getsin, Ukrayna dinc həyata qayıtsın, Avropa Birliyi o cümlədən Ukrayna tərəfinin təqdim etdiyi memorandumda Sevinç xanım, Ukrayna NATO üzvü olması atmır kənara. Bildirir ki, bu alyansın, Şimali Atlantik alyansının konsensusu ilə nəzərdə tutulan məsələdir. Bunu Ukrayna artıq həll etmir. Ukrayna üzvlüklə bağlı müraciət edib. Özü indi müraciət etməyib, 2008-ci ildə müraciət edib. Deməli, Rusiya nə sərf edir? Amerika nə sərf edir? Rusiya sərf edən bundan ibarətdir ki, Rusiya dünya ictimaiyyətinə göstərir ki, mən işğalçı deyiləm, mən sülh sevərəm, bunlar bizim qardaşlarımızdır, orada səhvlər var, rejim var, bir Zelenski var, bir terror qrupu var, güya bir millətçi, nə bilim, nəsə belə bir qrup var. İkinci, Rusiya baş qatır ki, vaxt tutsun və bu vaxt tutduqca güya ki, ona elə gəlir ki, onun silahlı qüvvələri hansısa irəliləyişlər həyata keçirə biləcəklər. Bu da dönənləri puç oldu. Biz sizdən danışdıq bu mənada. Əksinə Rusiya tərəf biabır oldu. Və bir də Amerika Birləşmiş Ştatları prezidenti cənab Donald Trump'a kozur verməkdir. Kozur da nədən ibarətdir? Donald Trump hamıya bildirir ki, danışıqlar gedir, bəhanəm var və bu bəhanəsinə görə o nə sanksiyalar tətbiq etmir və hələ də yeni administrasiyanın, bugünkü siyasi hakimiyyətin, Ağ Evin Ukraynaya sentyabrdan, oktyabrdan sonra yeni büdcə ilində kömək edib etməyəcəyi Sevinç xanım sual altındadır. Ona görə bu danışıqlar hamı tərəfindən imitasiyadır. Amma sifarişçi, quruluşçu rejissor, necə deyim sizə, bu tamaşanın sifarişçisi təbii ki, Donald Trump'dır. Salamlayıram qardaşımı İsa bəy. Salamlayıram. Xoş gördük Sevinç xanım. Diləkləri də salamlayıram. Hər vaxtınız xeyir olsun. Bizə polkovnik İsa Sadıqov da qoşuldu. Biz az sonra danışacağıq əslində. Elə bugün Latviyada keçən NATO zirvəsindən və Litvada keçən NATO zirvəsindən və orada həqiqətən də Ukrayna olan dəstəkdən və NATO liderlərinin Ukraynaya bu müharibədə vermiş olduğu dəstək haqqında. Amma öncə İsa bəy, siz nələri müşahidə etdiniz? Yəni faktiki olaraq belə deyək, vücud dili, o çox nə bilim pafoslu, biz xatırlayırıq ki, bütün bu müddət ərzində, yəni İstanbul danışığı, növbəti İstanbul danışıqları ərəfəsində Rusiya mediasının yayımladıkları ki, bəs bundan əvvəl Rusiya nümayəndə heyətinin dediyi ki, indi gəlməsəz razılığa, indi 4 deyirik, sonra 6 olacaq, sonra 8 olacaq. Siz nələri müşahidə etməkdəsiniz bax bugünkü danışıqda? Həmin o nə bilim narrativdən nələrsə qalmışdımı? Vücud dili nə deyirdi? Bilirsiniz Sevinç xanım, ilk görüş öncəsi yadınızdadırsa, onlar kütləvi şəkildə Ukrayna tərəfə hücuma keçmişdi. Həm havadan, həm də yerdən o zərbələri endirirdilər və elə olurdu ki, deyəsən 180 dron və raketlərdən zərbə endirmişdi. 2 gün o görüşdən əvvəl. Bu səfər isə və yadınızdadırsa Trump'la Zelenski'nin görüşündə Trump qeyd edirdi ki, sizin kartlar yoxdur və siz Ruslar tərəfindən irəli sürülmüş o şərtləri qəbul etməlisiniz. Bu səfər isə əksinə oldu. Dünənki o əməliyyat, Sevinç xanım, bilirsiniz, dünyada görünməmiş bir əməliyyat idi. Mən indi hərbiçiyəm, uzun illər ərzində də bu izləyirəm də bu əməliyyatları, belə bir əməliyyatları və müharibələrin gedişatını. Belə əməliyyat hələm tarixdə görünməyib və əminəm ki, hərbi tarixə düşəcək. Və bugünkü o tərkib və o tərkibdə siz onların elə kənardan görünürdü ki, onlar hansısa bir razılığa gəlmə iqtidarında deyil və nəsəsə hansısa şərtlər irəli sürmə iqtidarında da artıq deyil və onlar başa düşür ki, bundan sonra da o zərbələr Ukrayna tərəfdən güclənəcək və genişlənəcək.
Və o dərslərdən elə bu Dinləyicilərimizə görüşün sadəcə olaraq aydın olsun deyə deyirəm ki, söhbət dünən Rusiya ərazisində aeroportlara eyni gündə, eyni saatda həm havadan, həm də yerdən də əməliyyatlar vardı. Yerdə də partlayışlar, onlarla təyyarələrin, qırıcıların məhv edilməsindən gedir ki, bu bir Rusiyanın özündə həqiqətən də şok yaratdı ki, əslində Ukrayna silahlı qüvvələri sən demə nələr etməyə qadir imiş. İsa bəy birbaşa ki, bunun Bəli, yaratmış Seyiş xanım, bu şəkildən həm də o təyyarələr, o strateji təyyarələrdir də, strategическое вооружение. Ya, onlar da həmən o sdерживающий faktorlar deyirlər. Onlar həm də o nüvə silahının da daşıyıcısıdır. Və o zərbələr böyük yetkidir Ruslar üçün. Və bunların dediyinə görə, elə Rusların etiraf etdiyinə görə 40%-ə qədər o zərbələr endirilir. Bu o deməkdir ki, bundan sonra indi biz onu da düşünməliyik və başa düşməliyik ki, əgər bu əməliyyat hazırlanırdırsa, belə bir əməliyyat, bununla paralel indi hansı əməliyyatlar da hazırdır. Onlar da indi yaxın gələcəkdə mütləq icra olunacaq və o əməliyyatlar keçiriləcək. Və bununla da Zelenski və Ukrayna sübut elədi, göstərdi ki, bizim kartlarımız var. O kartlardan biz mütləq istifadə edəcəyik. Amma bugünkü gündə, elə bu görüşdən əvvəl də bəlli idi ki, Ruslar hansısa bir razılığa gəlmə iqtidarında, niyyətində deyirlər. Nəyə görə? Elə bax bu tərkib təyin edilərkən Lavrov bildirdi ki, tərkib elə həmən tərkib olacaq və bizim irəli sürdüyümüz o şərtlər, yəni qüvvədə qalır, əlavə şərtlər də irəli sürdülər. O da bəlli idi ki, bugünkü bu görüşdə hansısa bir uğurlar və razılaşmalar əldə ediləsi deyil. O ki, qaldı NATO, yəni Litvada bugün o görüşlər NATO zirvəsi keçirilir və orada da bir mənalı şəkildə bildirdilər ki, bu yardımlar Ukraynaya davam edəcək və bundan sonra da o yardımlar NATO tərəfindən davam edəcək. 3 həftədən sonra bilirsiniz ki, indi NATO samiti gözlənilir və orada da əminəm ki, əhəmiyyətli qərarlar qəbul olunacaq. Amma onu demək istəyirəm, Sevinç xanım, yəni siz təsəvvür eləyin. Eyni zamanda, eyni vaxtda 5 hava limanına özü də strateji, həmən o təyyarələrin olduğu o limanlar ki, mühafizə olunmalıdır çox güclü şəkildə. İndi bunlar məcburiyyət qarşısında qalaraq o hava hücumundan o sistemlərdir, əlavə qüvvələrdir, onlar cəlb etməlidir o strateji obyektlərə, həmən hava limanlarıdır, ümumiyyətlə strateji obyektlərə. Bu o deməkdir ki, bu yaxın, indi bax bu əməliyyatlardan sonra Ruslara müharibəni davam etmək çox çətin olacaq. Hansısa bir məqamda bu müharibənin gedişatında Ruslar Ukraynanın irəli sürdüyü o şərtləri və ancaq Ukrayna yox, indi deyək ki, NATO'nun irəli sürdüyü o şərtləri qəbul etməyə məcbur olacaq. Nəyə görə? Ona görə ki, Ruslar itirir, Ruslar zəifləyir və bundan sonra da və nəzərə alaraq ki, o strateji, həmən o təyyarələr artıq istehsal olunmur. Onlar o köhnə təyyarələrdən, eyni təyyarələrdən bu biri təyyarələri, onları hansısa поддерживали, да, боевую готовность вот этих самых. O təyyarəli döyüş qabiliyyətini saxlamaq üçün onlardan, köhnələrdən istifadə edirlər. Nəyə görə? Ona görə ki, yeniləri istehsal olunmur. Amma bu zərbələr, onların, yenə təkrar edirəm, 40%-nin 41 deyiləni görə elə təyyarələr sıradan çıxarılıb. O təyyarələr üçün uzun illər, bu 3 il ərzində o zərbələri Ukrayna endirirdi. Bəli. Yox, bəli, yəni və eyni zamanda biz məhz elə bu cür təyyarələrin yığılmasında necə Rusiyanın ciddi problem yaşadığını görməkdəyik ki, ayrı-ayrı hissələri gətirə bilməməsi, yerdə istehsal edə bilməməsi və s. yəni sanksiya ucbatına. Yəni həqiqətən də belə deyək də bir güclü mövqe ilə getdi Ukrayna bu İstanbul danışıqlarına. Yəni faktiki bir günün ərzində, yaxud heç bir günü yox, bir neçə saatın ərzində, elə deyilmi? Rusiya nümayiş etdirdi ki, mənə qoysalar səni vurmağa, səni nə günə qoyaram. Yəni bu həqiqətən də çox gözəl nümayiş olundu.
olundu və həmin bu vəlvələ, yəni biz Rus blogerlərinin danışdıqlarını görürük ki, hara baxırdı bizim güc nazirlikləri, hara baxırdı bizim təhlükəsizlik, necə buna yol vermiş ola bilər, bu qədər dronlar, bu ciddi, nə bilim, buna təxribat adlandıranlar və s. və ilaxır. Zəhmət olmasa bu haqda deyərdiniz. Yəni indi retrospektivdə biz başa düşürük ki, bu həm də buna hesablanmışdı, elə deyilmi? Yəni faktiki Rusiya sübut etmək ki, atəşkəs sənin ilk növbədə marağındadır. Atəşkəsi yalnız Ukrayna istəməməlidir, ilk növbədə Rusiya istəməlidir, çünki sənin aeroportların yanacaq, necə ki bugün yanırdı. Əlbəttə Sevinç xanım, razıyam sizlə. Məsələ biraz da belə deyək, mükəmməldir, daha mükəmməldir. Xüsusi bir alqoritmlə gedir. Alqoritm nədən ibarətdir? Ukrayna tərəf memorandumun sırağa gün axşam açıqladı, gecə Reuters agentliyinə verdi və açıqladı. Ukrayna tərəf bildirdi ki, mən NATO-dan imtina etmirəm. NATO üzvlüyünə ərizəm oradadır, üzv olmaqla bağlı, namizədlik üzvlüklə bağlı. Bunlar bilirsiniz, həm də bugün məsələn Litva toplantısı. Bunlar doğrudan da oturub hesablayanda bütün ardıcıllıq qorunur. Çünki bu günləri Litvada yığışanlar zirvə toplantısı deyildi. Zirvə toplantısı olacaq 24 iyunda. Bunlar 97-ci ildən sonra sosialist lagerindən NATO-ya gələn, Ukrayna kimi gələn ölkələrdir. Niyə? Çünki Rusiya memorandumunda bu günləri Moldova və Gürcüstanın da adını çəkir. Ki Moldova və Gürcüstan heç bir halda NATO üzvü ola bilməz. Hələ Avropa Birliyi ilə bağlı da aydındır, orada da yəni işarələri var. Bütün bunların hamısı təbii ki, yaxşı düşünülmüş, yaxşı ardıcıl aparılan bir müharibənin göstəriciləridir. Bu ki qaldı, siz özünüz də baxa bilərsiniz, Sabəydə oxuya bilər, bütün aparıcı medialar, aparıcı mütəxəssislər, bütün telekanallar, YouTube kanallar, elektron vasitələr hamısı yazırlar. Dünəndən başlayaraq Ukrayna müharibənin qaydalarını dəyişdi. Müharibənin qaydaları dəyişmişdir Sevinç xanım, İsa bəy. Hərbi, texniki imkanlar, yeni texnologiyalar artıq orta əsrlər, yaxud hətta 40-cı, ötən əsrin 40-cı illəri, hətta bir 20 il, 30 il bundan öncəki 90-cı illərin Qarabağ müharibəsi deyil. İndi artıq texnologiyalar çox şeyi həll edir, bacarıq həll edir, peyk rabitəsi. Məsələn, burada çox iki vacib məqam var. Bilmirəm, diqqətlə qulaq asmışsınız yoxsa yox. Əvvəla, deməli, sensasiyalı xəbərlərdir bunlar. Dönələri Zelenski axşam müraciətində bildirdi. Ukraynanın dronlarla bu əməliyyatın ofisi Federal Təhlükəsizlik Xidmətinin Çelyabinsk idarəsinin yanında olub. Elə furalarda da yaxında olublar. Yəni, o dronlarla dolu fura. Bu bir. İkincisi də əməliyyatları həyata keçirmək üçün istifadə edilən tezliklər, siqnallar, hamısı Rusiyanın telekommunikasiya xidmətindən götürülür. Təsəvvür edirsiniz, nə qədər böyük bir biabırçılıqdır. Burada da bu kəşfiyyat, əks kəşfiyyat, FSB, MSB yox, ölkə əldən gedir. Yəni, başqa bir ölkənin hərbi kəşfiyyatçıları gəlirlər, sənin ölkəndə, sənin telekommunikasiya sisteminə girirlər, sənin tezlikləri uğurluyurlar. Bu tezliklərin hesabı ilə sənin strateji bombardımançıları vururlar. Və mən sizə əmin edirəm, hətta burada sayda da deyil məsələ. Əvvəla İsa bəy də siz də hamınız yaxşı bilirsiniz ki, onların təyyarələrin füzelyajına iynənin ucu boyda bir zərər dəyirsə, onlar artıq sıradan çıxmış hesab edilir. Rusiya tərəf onları bərpa etmək gücündə deyil. Rusiya tərəf təbii ki, təkcə hələ ki, Müdafiə Nazirliyi bəyanat verib. Rusiyanın siyasi insanları ağızlarına su alıblar. Bu günləri bayaq siz soruşdunuz ki, nə bilim, nə dediniz, İsa bəydən soruşdunuz, o sifət quruluşları filan. Elə bil ki, suya düşmüş toyuq kimi gəlmişdilər. Vücud dili. Suya düşmüş toyuq olmasın. Təbii ki, belədir. Əlbəttə belədir. Sən ötən dəfə görüşəndə mənə deyirsən. Borcu danışırdılar bundan. Mən sizi qırarız. 21 il biz İsmini götürəcəyik. İndi isə bəli. Həqiqətən. Həftənin 4-cü günü. Yağışdan çıxmış. Nebenziya, həftənin 4-cü günü. BMT-nin binasında, New York'da, baş ofisdə, assambleyada deyirdi ki, biz 60 il döyüşə bilərik. Onun ardıncan həftənin cümə günü, yəni 5-ci gün, Dövlət Dumasının, Durasının deputatı General Viktor Sobolev, Müdafiə Komitəsinin üzvü, bildirdi ki, biz ümumiyyət SSR-də bərpa edirik. Siz nədən danışırsınız? Ukrayna kimdir? O birisi kimdir?
Bizim məqsədimiz SSR-ni bərpa etməkdir. Çünki SSR-i dağılanda prosedurlar qorunmayıb. Ölkələr könüllü çıxmayıblar. Könüllü girmişdilər, amma könüllü çıxmayıblar. Bu, Yeltsinin, Kravçukun, Şuşkeviçin göz başınalığıdır. Yəni, Rusiyanın ki, bu çağırışları oldu, bir neçə ardıcıl SSR-ni bərpa edirik, 60 il vuruşa bilərik. Sonra əvvəlki İstanbul görüşündə deyirdi ki, biz sizə istədiyimizi eləyə bilərik. Bir tərəfdən Trump da başlamışdı ki, Ruslar ümumiyyətcə bütün Ukraynanı tuta bilərlər. Güya öz boynuna götürdü. Güya mən olmasam bunu edərlər. Güya da təxminən belə çıxırdı. Bunların hamısına kompleks cavab verildi və bu günləri Litvada, Vilniusda sosialist lagerindən, soyuq müharibədən sonra qoşulan dövlətlərin sırasında yeni Ukraynanın və NATO baş katibinin olması ondan xəbər verir ki, Ukrayna NATO üzvü olacaq. Mən bu deməli fikir sizə demişdim. Hökmən bu ayın axırına qədər, ola bilsin faizə qədər NATO qüvvələri Ukraynada olacaq. Artıq var. Təlimatçılar da var. Xırda görürük də, yəni adam, hərbiçilər görürsən ki, bu bizim hərbi forma deyil. Generallar da var, hamısı da var, hökmən olacaqlar. Yəni Rusiyanın, bilirsiniz, dediyim kimi ən vacib məqam Rusiyanın tezliklərini uğurlamaqdır. Rusiyanın telekommunikasiyasına təsirdir. Bu o deməkdir ki, Rusiya dövləti heç nəyi qoruya bilmir. Bu FSB filan hamısı bunlar, KGB-si bunlar hamısı şarıymış, üfürülmüş, bir dənə iğnə dəydi, partladı, getdi. Üzr istəyirəm, ola bilsin, çox danışdım. Sevinç xanım, olar mı əlavə olaraq? Yox, mən çox təşəkkür edirəm. Çox doğru. İsa bəy, indi sözü mütləq sizə verəcəm. Yəni mən sizin sadəcə o fikrinizi vurğulamaq istəyirəm ki, kompleks cavabı idi. Yəni bu çox vacib bir məqamdır ki, çünki doğrudan da günlərdir bu beynəlxalq medianın dolaşmaqdaydı ki, biz sonsuza qədər müharibə apara bilərik. Təəssüflər olsun ki, bəli, ABŞ paytaxtından da buna dəstək gəlirdi ki, Rusiya heç müharibələri onun üçün problemi yoxdur, nə qədər istəsə apara bilər və s. Və bu kompleks bir cavab idi ki, sən hələ Ukraynanı, sən hələ Qərbi görməmisən. Sadəcə olaraq onun bir premyerası idi ki, bir jurnalı idi ki, bax səni bu gözləyə bilər. Yəni bir günün içərisində faktiki olaraq fiyasko, bütün nazirliklərin, bütün struktur, bütün o kəşfiyyatını böyrü üstə qoymaq ki, sən demə Ukrayna bir günün içərisində, bir neçə saatin içərisində nələr etməyə qadirdir. Buyuruz İsa bəy. Bilirsiniz Sevinç xanım, bu çox düşünülmüş və çox ağıllı bir, çox güclü, möhtəşəm bir əməliyyat idi. Və bu əməliyyat məqsəd yönüllü şəkildə o strateji obyektlərə, strateji qüvvələrə, o strateji qüvvələr üçün artıq o biri qüvvələr demək olar ki, növ qoşunlarda demək olar ki, sıradan çıxarılmışdı. Bunların dünyanı və Ukraynanı şantaj edə biləcəyi bir strateji qüvvə növ qoşunlar var idi. Həmən o nüvə silahı, həmən nüvə silahın daşıyıcıları bax, bu strateji aviasiyada. Onu da göstərdilər ki, hətta onları da siz onlardan tam istədiyiniz kimi istifadə edə bilmərsiniz. Onlar da uyizvimi deyirlər də. Yəni, onları hər an biz zərbələri endirə bilərik onlardan. Bu çox vacibdir. Biri. İkincisi də bu, bax, demək olar ki, dünənki əməliyyat bu müharibənin gedişatını tamamilə dəyişmə iqtidarındadır. Və əminəm ki, belə də olacaq. Nəyə görə? Sevinç xanım. Bax, bu, yenə deyirəm də, indi bunların qaldığı o strateji obyektlərdir. Strateji o qoşunlardır ki, onlardan hələ də dünyanı şantaj edə bilirlər. Bunlar məcburiyyət qarşısında və bu əməliyyat göstərdi ki, həmən o strateji obyektlər şeydədir, elə lazımi qaydada, səviyyədə müdafiə olunmur və edə bilmirlər. Bunlar məcburiyyət qarşısında qalacaq. Ön xəttdən onlar ki, həmən o hava hücumundan o silahlardır, bəzi qoşunları həm sərhədləri gücləndirsin, həm o strateji obyektləri qısa müddətdə bunları etmək çox çətin olacaq. Bu deməkdir ki, Ruslar məcbur olub ön xəttdən keçməli olacaq. Ona görə də bu müharibə onlar tərəfindən o hücumlar, hədə qorxular, zətlər çox zəifləyəcək bu əməliyyatlardan sonra. Və indi deyək ki, bax bu bugünkü o görüş də İstanbulda göstərdi ki, hansısa bir razılığa Ruslar getmək niyyətində deyil və istisna etmək olmaz ki, yaxın zamanlarda onlara qarşı sanksiyalar da tətbiq olunsun və o sanksiyalarda onlar
çox çətin tab gətirsin. Yəni demək istəyirəm ki, bu əməliyyatlar çox uğurlu idi, yerində idi və əminəm ki, bu müharibənin gedişatına da bundan sonra çox təsir edəcək. Təşəkkür edirəm və Prezident Zelenski həqiqətən yeni sanksiyalara, daha güclü sanksiyalara çağırıb. O deyib ki, bəs bu danışıqlar növbəti dəfə göstərdi ki, Rusiya heç də atəşkəsə gəlmək niyyətində deyildir. O sadəcə olaraq vaxt qazanmaqla məşğuldur. Həqiqətən indi mən gəlmək istəyirəm Litvadakı NATO samitinə. Bir-birinin ardınca biz güclü dəstək nümayişi gördük. Məsəl üçün Polşadan Prezident Dudanın deməsi ki, NATO əlindən gələni etməlidir ki, Kremlin ambisiyalarının qarşısını alsın. Avropa öz Ukraynaya dəstəyini güclü surətdə artırmalıdır. Və yəni burada mən nümunələr gətirə bilərəm. Yəni faktiki olaraq və Prezident Zelenskinin özünün də çıxışı və deməsi ki, iki qat artırmalıdır bugün NATO və Avropa öz Ukraynaya olan dəstəyini. Danimarkadan baş nazirin deməsi ki, Rusiyadan olan təhlükə realdır və ciddidir. O cümlədən Rumıniyanın prezidenti Nikusurdan deyib ki, bugünkü müzakirə 3 həftədən bəri 3 həftə sonra Haqada keçiriləcək summitin də bir tərkib hissəsidir. O həmçinin deyib ki, Rusiyadan olan bu Putin hər şey edir ki, sülh baş verməsin. O bugün gecə-gündüz bombardman etməklə məşğuldur və eyni zamanda bildirib ki, yeganə çıxış yolu kollektiv təhlükəsizliyi güclü surətdə gücləndirməkdir. Yəni hələ ki bəyanatlar gəlməkdə davam edir. NATO'nun baş katibi Mark Rutte da həmçinin bu dəstəyə qoşulub. O deyib ki, indi aydındır ki, kollektiv müdafiəyə bizim sədaqətimiz güclüdür. Mark Rutte deyib ki, biz hal-hazırda 10 illərdən bəri misli görünməmiş təhlükəli bir təhlükəsizlik mühitinə qədəm basmışıq, onunla üzbəyüzük. Biz sadəcə olaraq müharibədə deyilik. Biz nə müharibədə, nə də sülh şəraitində. Yəni bütün Avropadan söhbət gedir, bütün NATO'dan söhbət gedir. Buyurun Erxan bəy. Təşəkkür edirəm Səyəz xan. Bugünkü görüşün bir ciddi mesajı da var. Bugünkü görüşün adı Buxarest 9-luğudur. Yəni dediyim kimi sosialist lagerindən NATO'ya qoşulan ölkələr 97-ci ildən sonra. Yadınızdadırsa, müharibə öncəsi Putin bir məktub yazmışdı Amerika Birləşmiş Ştatlarına, həm dünya ictimaiyyətinə harasa ki, 97-ci ilin şərtlərinə qayıdılsın. Bugün Prezident Zelenski, əslində Buxarest 10-luğu olmalıydı 2008-ci ildə. Komsomolçu Merkel, yəni Almanya Federativ Respublikasının o zamanki baş kansleri, təbii ki, Ukraynanın xərclərin, aydındır, o zaman Ukraynanın ordusu indiki kimi nə qüdrətli deyildi, nə NATO standartlarına uyğun deyildi. Bugün Ukrayna ordusu 70%, bəlkə də biraz artıq NATO standartları ilə yaşayır. NATO tezlikləri ilə təmin edilir, NATO nə deyim, o çapları ilə, ölçüləri ilə, minaları ilə, silahları ilə silahlanıb. Davranışlar NATO davranışıdır, serjant məktəbləri nə keçiddir. Yəni bunlar hamısı var. Ordu aşağıdan yuxarı idarə olunur müəyyən mənada. Yoxsa elə mən generalam, mən dedim, qutardı, belə şey yoxdur. Serjant dedi, serjantın dediyi olmalıdır. Bu mənada bugün Rusiya mesaj verilir. Həm İstanbulda Ukrayna tərəf memorandum ortaya qoyur ki, mən NATO'dan imtina etməmişəm. Etmək fikrim yoxdur. Etməyəcəm də. Belə də yazılıb memorandumda ki, Ukrayna bu işləri etmir. Ukrayna özündən asılı olanı edib. Ukrayna Şimali Atlantik məkanın üzvü olmaq istəyir. Bu həm də Vaşinqtona cavabdır ki, Ukrayna işte NATO üzvlüyünə. Avropanın bəli, hamısının bir yerdə Vaşinqtona cavabıdır və arxasınca birisi gün Ramstein keçirilir. Britaniya yenə rəhbərlik edir Almanya Federativ Respublikası ilə. Norveç deyir, mən 1 trilyon pul verirəm. Pul məndə, bir də necə deyirlər, ingilislər. Nə qədər deyirsiniz? Çünki bu həm də bilirsiniz, bu Buxarest 9-luğu ilə Nord, yəni bu
NATO'nun şərq və şimal sektorunun belə deyim də, yəni segmentinin, sektorunun bərkidilməsi məsələsidir. Bunu hamı başa düşür ki, burada kimdir? Ağsaqqal, burada təbii pul verən Norveçdir. O bir ölkələr, Baltikanın ölkələr neyniyəndilər ki? Yaxud Polşanın hardandır ki, o boyda pulları? Britaniyadır, Weimar üçlüyüdür. Bu ölkələr bilərəkdən İstanbulda danışıqlar gedir. Ukrayna prezidentini çağırırlar Buxarest 9-luğuna ki, əslində bura 10-luqdur. Yəni onsuz da Ukrayna NATO'nun üzvüdür də, nə olsun ki, səs verməmişik. Ukrayna bu dəqiqə NATO ölkələrindən daha çox yardım alır. Bu tərəfdən Ramstein keçirirlər bir gün ayın 4-ü, ayın 5-i də cənab Friedrich Merz Trump'a deyir. Belə də dedi yer gəlmiş. Mən ondan soruşacağam. Bizlə, sən yoxsa bizlə deyilsən, bir yolluqda biz işimizi bilək. Almaniyanın bu günləri Amerika Birləşmiş Ştatlarından istəyi bundan ibarətdir ki, bir yolluq biz işimizi bilək ki, biz nə etməliyik. Ona görə bu dediyim kimi bunlar hamısı elə bilin ki, belə muncuqları ipə düzüblər. Allah'ın olsun o qədər incəliyi ardıcılığı var ki, o qədər gözəl bir algoritmlə gedir ki, həm Amerika Birləşmiş Ştatlarına bildirirlər ki, biz qərar veririk, sən istəyirsən, NATO'da olursansa elçimiz gəlir, Merz gəlir, ona fikri bildirir, bizlə bir yerdəsiniz. Onsuz da biz bu mübarizəni aparacağıq, bizim istəyimiz demokratiyadır, azadlıqdır və Ukraynanı tək buraxmaq fikrimiz yoxdur. Çünki Ukrayna bu günləri Avropa Birliyində NATO'nun vuran əlidir, bunu hamı bilir. Bir Türkiyədir, bir də Ukraynadır. Görün nə qədər hamısı tərəzinin gözləri düzdür. Avropanı müdafiə edən bugün faktiki İki ordudan başqa ordu Ukrayna ordusudur. Avropa əksində Ukrayna ordusu belə demək, o Avropa ordusudur. Avropa NATO'sudur. Ukrayna Avropa NATO'sudur. Bəli, belə Amerikasız Avropa NATO'sudur, bəli. İsa bəy, sizin fikirləriniz, yəni biz heç danışıqlar başlamamış, artıq Ağ Evin nümayəndələri deyirlər ki, keçdik. Yəni Ukraynanın NATO üzvlüyü heç olmamalıydı, əvvəldən olmamalıydı. Düz deyir Moskva, Vitkov deyirdi ki, bəs Putin ona deyib, Putin düz deyir. Perva priçina, sən demə əsas ən birinci səbəb bu imiş ki, Ukrayna gərək NATO olmasın. Ukrayna özü də bilirdi ki, o heç vaxt NATO olmayacaq. Pete Hegseth oradan bağışladı bunu, dedi ki, bəli, Ukraynanın NATO üzvlüyü artıq gündəmdə deyil. Faktiki olaraq bugün NATO samiti Ukraynaya olan dəstək bunun əksini nümayiş etdirir. Həm də Vaşinqtona cavabdır ki, tələsmisən, qardaş. Bilirsiniz, Sevinç xanım, Trump elə bilirdi ki, yəni bu baskılarla Ukrayna xalqını Zelenski başda olmaqla məcbur edəcək, Ruslar tərəfindən irəli sürülmüş o şərtləri qəbul etsin. Onlar Ukrayna xalqını çox pis tanıyır. Zelenski geri çəkilmədi və göstərdi ki, yəni bu müqaviməti baxmayaraq onların hansı sərtləri irəli sürür, bu müqavimət davam edəcək sona qədər və bunu elan edərək o bilirdi ki, Avropa geri çəkiləsi deyil, nəyə görə o təhlükə Avropa üçün idi. Bax, bu əməliyyatdan sonra Sevinç xanım, mən indi özünüz də elə görürsünüz, bu illər ərzində də yardımlar var idi. Amma bundan sonra o yardımlar Avropa tərəfindən və xüsusən də NATO ölkələri tərəfindən güclənəcək. Bu əməliyyat bir stimul idi ki, yəni Ukrayna geri çəkiləsi deyil, əksinə Ukrayna hətta belə zərbələr də endirmək iqtidarındadır. O ki qaldı Amerika, sözün düzü Amerika indiyə qədər ki o yardımları edirdi. O yardımlar da o lazımi səviyyədə deyil idi ki, həqiqətən Ukrayna hansısa bir uğurlar əldə edə bilsin. Amma bundan sonra o nəzərə alaraq ki, bax indi həmən elə Avropa ölkələridir, NATO ölkələridir. Onlar artıq o investisiyaları Ukraynanın hərbi sənaye kompleksinə qoyur. İndi biz dronlardan söhbət edirik də. Amma burada axır raketlərdir, artilleriya sistemləridir, mərmilərdir, zatlardır. Artıq başlayıb istehsal olunmaq. Artıq Ukraynanın həmən o operativ taktiki raketlər 500-800 kilometrə qədər zərbə endirə biləcək o yəni raketlər istehsal olunur. Bundan sonra da bu genişlənəcək və artacaq və əminəm ki NATO, yəni xüsusən də Avropa, Amerikanın mövqeyindən asılı olmayaraq bu yardımları davam edəcək və geci tezi bu müharibə Ukraynanın qələbəsi ilə mütləq bitəcək.
Belə demək olar da, faktiki ABŞ-ın Ukraynaya bundan əvvəl vermiş olduğu silahlar onun uduzmaması üçün idi. Amma Avropanın verəcəyi imkanlar və mən yalnız silahı demirəm, yalnız pulu demirəm, həm də imkanlar, icazə ki, yaşıl işıq müharibədir. Necə lazım bilirsənsə, o cür kəşfiyyat, yəni dünənki əməliyyat aydındır ki, ciddi kəşfiyyat materialları idi. Açığı bilmirəm siz necə fikirləşirsiniz. Mənə elə gəlir ki, bu elə Avropanın kəşfiyyatı idi. Mən bilmirəm, məndə nəsə şübhə var ki, Amerikanın. Mənə elə gəlir Britaniyanın da, Almaniyanın kəşfiyyatı da İlxan bəyin deyəcəyi söz olacaq. Yəni faktiki olaraq Avropanın Ukraynaya verəcəyi dəstək Ukraynanın qalib gəlməsi üçün olacaq. Çünki Avropa başa düşür ki, Ukrayna uduzsa, Ukrayna məğlub edilsə, növbədə Avropa olacaq. Mən fərqi belə görürəm. Buyurun. Bilirsiniz Sevinç xanım, bax Amerikanın o yardımları ona yönəltmişdi ki, yəni bu o yardımlar kim verilirdi? Bu gətirib müharibənin uzadılmasına hesablanırdı. Lloyd Austin dəfələrlə qeyd edirdi ki, biz deyir o yardımları o vaxta qədər edəcəyik və elə edəcəyik ki, Rusiya zəifləsin. İndi Elxan bəy bilir, orada bəzi məsələlərlə biz məşğul olanda vaxtilə Qərbin və Amerika başda olmaqla qəti şəkildə Rusların dağılmasının qəti əleyhinə idi. Onlar çalışırdı, ondan Rusları zəiflədərək Çinə qarşı istifadə etsin. Yəni o gələn, Ukraynaya gələn o yardımlar lazımi səviyyədə və lazımi miqdarda deyil idi. Amma indi nəzərə alaraq ki, artıq Ukrayna 40-50%-dan da artıq həmən o lazım olan silahları özü də istehsal edir və yeni silahlar artıq onlar istehsal etməyə başlayır. O yardımlar davam edir. Bundan sonra əminəm ki, Amerikanın o yardımlarına da elə böyük ehtiyac qalası deyil. Amma onu da inanmıram ki, yəni Amerika Avropanın mövqeyindən yəni hansısa bir ayrı mövqe tutsun. Yəni müttəfiqlərindən haradasa kənarda qalsın və s. Onlar strateji partner olubdu, müttəfiq olubdu və müttəfiq olaraq da qalacaq. O yardımlar Amerika tərəfindəndir. Yəni Trump'ın mövqeyindən asılı olmayaraq Amerika tərəfindən də o yardımlar davam edəcək Ukraynaya. Amma bugün yoxdur da hərbi yardım. Yəni o xırda, nə bilim, neçə milyon idi? 6 milyondur, nə qədər onu çıxmaq şərti ilə onsuz da yardım yox. Yardım ancaq kəşfiyyat yardımıdır da. Mən düzbən başa düşürəm. Yox. Silahlar gəlir, Sevinç xanım. Yəni 6 milyonluqdur da, mən belə başa düşürəm. Amerikalılar da itiraf edir, kongresmenlər də itiraf edir. O yardımlar hələ ki gəlir. Deyilənə görə iyula qədər hələm o keçən il qəbul olunan o yardımlar iyula qədər hələm o davam edəcək. Yeni maliyyə ilinə qədər Sevinç xanım icazə verirsiniz, mən də şərh edeyim. Hansı kəşfiyyatın. Dünəndən bu sual kabus kimi gəzir. Suallar sualı. Suallar sualıdır. Əvvəla yardımlarla bağlı mən bildirim ki, yeni maliyyə ilinə qədər Ukraynanın silahı və sursatı var. İkinci məsələ, Amerika Birləşmiş Ştatları Ukraynanın müdafiə olunmasının və müharibə aparmasının 35%-ni təşkil edir, tək başına. Bu, Avropa Birliyi ilə bərabər həcmdir. 1/3-ni də Ukrayna özü təşkil edir. Yəni, mən döyüşçüləri danışmıram, fədakarlığı qırağa qoyuram. Həm maliyyə, həm yerdə qalan məsələlər. Bunlar yəni bilmək lazımdır ki, 3 yerə bölünür təxminən. Trump gələndə yadca gəlir, əvvəl 500 milyarddan danışırdı, sonra 350 milyarddan, sonra gəldi, düşdü əsl rəqəmə 120 milyarddan, onda 3/2 Amerikada qalır, hərbi sənaye kompleksi bizə silahlar verir. Silahlarla bağlı nigarançılığımız yoxdur. O ki qaldı, o bayaqçı o kabuslar ki, gəzir ki, bu kəşfiyyatlar filan. Dünəndən məndən bir neçə nəfər soruşur, bu ifadənin sizin efirdə, bizim efirimizə deyim. Deyirlər ki, Rusiya təhlükəsizlik xidmətindən Ukrayna işləyənlər var. Deyirəm, valla Ukrayna işləyənləri bilmirəm, amma Amerika işləyənlər var, özü də generallar səviyyəsində. Təbii ki, işləyənlər var. Və bu dəfə, Sevinç xanım, bir şeyə mən xahiş edirəm, siz özünüz də İsa bəyə də məsləhət görün. Əməliyyatlar gedə-gedə Mossad bəyanat verdi. Biz bunları çox dəqiqliklə izləyirik. Əvvəla İsrailin ekspertləri danışırdı. Hərbi ekspertlər, ay Rusiya yandı, dağıldı, strateji aviasiya getdi, nüvə silahı bitdi. Və ardınca Mossadın verdiyi bəyanatda orada Trump'a ciddi sataşma var. Yaxşı mənada, yəni o pis mənada demək istəmirəm. O Kozır məsələsində.
ki, deyirdilər ki, Ukraynanın, bilirsiniz də, Trumpın İsrail ictimaiyyəti ilə, İsrail dövləti ilə bugünkü hakimiyyətlə problemləri var. Yəni, müəyyən mənada qarşı durmalar var, aldadıb, belə deyək. Trump həmişə olduğu kimi nəyisə axıra qədər etmir. Və orada da yazdılar ki, Ukraynanın kozur kartı var. Yazmadılar, ha, istifadə etdi. Yəni, hələ də var. Məsələn, siz burada danışırıq da. İndi biz nə bilək ki, 15 milyonluq Moskvada bəlkə də furalardan bir 10 dənəsi də durub, sabah da Moskvaya yandıracaqlar. Və dünən hücumların aviasiya bazalarına, strateji aviasiya bazalarına, onları bərpa etmək mümkün deyil, bu aydındır, bir mənalıdır. Edilən hücumların fonunda o bir hücumlar hamısı qalıb kənarda, Rusiyanın 3 dənə dəmir yol körpüsü batıb. O boyda qatar gəldi, düşdü yerə, Rubiya dönənləri başsağlığı verdi. Bu günləri Peterburqda zavodlar partladı. Ötən gecə axşam saat 11-dən başlayaraq, bugün səhər saat 8-ə qədər 162 dron Rusiyada yandırmadığı yer qalmayıb. Ona görə bu günləri Rusiya nümayəndə heyəti, belə deyək də, çox bikev formada idi. Siz soruşdunuz, multiplikasiya, nə bilim, həmən o cizgilər filan, baş verənlər bundan ibarətdir. Yəni, elə bir məqam gəldi, çıxdı ki, doğrudan da indi bu dəqiqə əsas məsələ, əsas yük düşəcək müəyyən mənada Trumpın Putindən imtina etməsi məsələsinə. Nə ad deyib düşəcək, çıxmalıdır. Hələ ki, bugün deyə bildiyi ondan ibarət ki, danışıqlar davam edir. Yəni, bilirsiniz, danışıqlar davam edir. Adın yenə bir günləri qoydular. İyunun 20-sindən sonra bir də görüşərik. Amma Trump görəndə ki, bilirsiniz, belə bir ifadə var, qələbiyə şərik çıxmaq istəyənlər çox olur, ucuzanın yanında heç kəs durmaq istəmir. Rusca yadınıza salın, belə bir ifadə var. Uğursuzluq yetim olar, yox, İngiliscədir. Uğursuzluq yetim olar, qələbənin... Uğursuzluq yetimdir, qalib olanın yanında durmaq istəyən çoxdur. Təbii ki, bu günləri həm Mossad bildirir ki, mən kömək eləmişəm Ukraynaya, həm aydındır ki, Amerikanın hökmən köməyi var. Mən sizə demişdim, yəni bunun sırf texniki tərəfləri, dalğa uzunluqları, peyçlər axı, o kiçik peyçlər var, az çəkili də balaca peyçlər, o rabitə peyçləri. Onların siqnalı çatmır planetin o biri tərəfindən siqnal göndərməyə. Ona görə yer kürəsini əhatə edən peyçlərin az qala yarıdan çoxu Amerikalılarındır. Eyni zamanda dünyanın hər yerində siqnalı təmin edə bilən ölkə bir dənə Amerikadır. Ona görə təbii ki, Amerikanın da iştirakı var, hökmən iştirakı var, Britaniyanın iştirakı var və mən Mossadın belə operativ olaraq, həm də Trumpa belə bir rişxəndlə deməsi ki, Ukraynanın kozurları var. Yəni, kozuru var, hələ də var. Çünki hələ nə olacaq, heç kəs bilmir. Təbii ki, bu çox ciddi sirr olaraq. Yəqin hamı görür o şarjı, Zelenski kozurlar kostyumunda. Bəli. Əlində 4 dənə tuz. Poker oynayır, əlində 4-5 dənə tuz. Bəli. O da var. Var onlar. Yəni demək istəyirəm ki, adamlara cavabdır o. Bəli, ki, sənin əlində kart yoxdur deyənlərə də. Bəli. Bir də Sevinç xanım, bax bu əməliyyatdan sonra əgər onlar bax belə bir məsafədə də 4300 kilometr məsafədə belə bir əməliyyat hazırlayıb icra etdilər. Siz indi təsəvvür edin, o işğal altında olan bölgələr vardı. Orada əksəriyyəti Ukraynalılar zatları. Həm sərhəd olan o vilayətlərdir, Rus vilayətləri. Siz təsəvvür edin, indi o vilayətlərdə hansı əməliyyatlar keçirə bilər Ukrayna və əminəm ki, 100% bu əməliyyatdan sonra o əməliyyatlar paralel olaraq o ayrı-ayrı əməliyyatlar hazırlanıbdır və icra olunacaq. Yaxın zamanlarda Ukrayna imkan verməsi üçün artıq bundan sonra, bu əməliyyatdan sonra o kartlar Rusların əlində olsun. Elə bu görüş də göstərdi. İndi kanallarda zaten görürsünüz də. Bu əməliyyat bütün dünyanı demək olar ki, heyrətə gətirdi və nəzərə alaraq ki, o həmən o strateji hava qüvvələri də, bombardirovочная aviasiya, o ancaq Ukraynaya bir təhlükə deyil idi. O bütün Avropaya demək olar ki, təhlükə idi. Və onların bax belə zəiflətməsi, sıradan çıxarması bu hamıya da bir stimul verdi. Və əminəm ki, bundan sonra, bu əməliyyatlardan sonra Ukrayna ayrı uğurlu əməliyyatlar da əldə edəcək inşallah. Bizim elə müharibənin əvvəllərində də heç bir şübhəmiz yox idi ki, yəni Ukrayna bu müharibədə qalib gələcək. Nəyə görə? Sevinç xanım, Sovetlər zamanı indi ən azı orada xidmət etmişdik. Ən azı
hərbi Sovetlərin hərbi sənaye kompleksi 70-80% Ukrayna ilə bağlı idi. Raketlərin, təyyarələrin, ağır texnikanın istehsalı zadı hamısı demək olar ki, Məktəb İsa bəy, məktəb. Hə. Məktəb olaraq, как школа, məktəb olaraq buradır, konstruktor. Həmin məktəb, həmin də основное производство стратегических вооружений Ukraynada idi. Zaporojye idi, Dnipropetrovsk Əsas idi. istehsal, bəli. Xarkov, bəli. Raketlər, Mühərriklər. Bəli, dvigatellər. Bunların hamısı Ukraynada və o baş beyin hamısı Ukraynada idi. Bundan sonra da mən yenə də deyirəm, Ruslar gərək fikirləşəydi o müharibəni başlayaraq. Bəli. Təşəkkür edirəm sizə. Polkovniklər İsa Sadıqov, Elxan Nuriyev, minnətdarıq. İzləyicilərimizdən xahiş ayrılmasınlar. Bu yayını bəyənin. Heç olsun Ukraynalılara. Heç olsun Azərbaycana, Norveçə, Vaşinqtona. Bizi bir yerdə heç olmasa görüşdürdü İsa bəy. Sağ olun. Var olun. Sağ olun.